Ne geçen başladı. Uşaqlar hələ ki zavtraq eləyir. Mən də özümə bir kofe düzəldib günə başlamaq istəyirəm. Bir fincan içdim, amma nədənsə doymadım. Artıq ikinci kofedə içirəm. Bugün heç oyana bilmirəm. Dəhşət yuxum gəlir. Çölə çıxmaq istəmirəm. Amma çıxmalıyam, çünki bir-iki dənə işlərim var. Uşağa kurtka almalıyam. Bir-iki dənə bazarlıq etməliyəm. İnşallah bu ikinci stəkandan sonra oyana bilərəm. Qızlar, bu arada hər kəsə salam. Bu vlogu əslində çoxdan çəkmişdim. Paylaşmaq istəyirdim, amma hər gün bir şey çıxırdı araya. Uşaqlar, ev, iş, güc, vaxt necə keçirdi özüm də bilmirdim. Silməyə də ürəyim gəlmədi, çünki bu da mənim bir günümdür, bir anımdır. Mamalar məni yaxşı başa düşər. Fikirləşdim ki, mən bu videonu paylaşım. Baxıb dəstək olsaz, bir like atsaz, bir söz yazsaz çox sevinərəm. Bu mənim üçün motivasiya olar. Öz fikirlərinizi də yazın. Necə çəkim, nə cür çəkim, səhvlərimi belə yaza bilərsiniz. Dəstək olsaz çox sevinərəm. Birazdan uşaqları məktəbə aparacağam. Yemək üçün yemək qutularını hazırlayıram. Hər gün eyni sual, nə bişirim, bir də qutuya nə qoyum. Siz nə qoyursunuz? Mən belə alma, markov, nə bilim, çərəzlər olanda qoyuram. Çox vaxt buterbrod eləyirəm. Bilmirəm, hərdən olur ki, həvəsim olmur nəsə eləməyə. Onda nəsə alıram, hazır bir şeylər alıram mağazadan, elə qoyuram. Kursdan geldim, biraz geldim. Yine mektebe getirəm. Evdə uzatılacaq kapı. Şuraya gidebiliriz. Yine çok adam var. Biraz padrugalarım var, orada gelirler. Qoydum məktəbə, qayıtdım evə. Yolda Temudan kabralarım gəlmişdi. Mənim rəfiqəm vurur Temunu, mən özüm vurmuram. Ona görə onunla belə birləşib vururuq. 2 dənə kabra ilə demişdim. Düzdür, ürəyi qırılmışdı, amma eybi yox, materialı yaxşı idi, qəşəng idilər. Sonra vaxtım hələ ki var idi. Evdə nə varsa onlardan başladım salat eləməyə. Yəni nə tapdım, qatıb qarışdırdım, amma çox dadlı alındı. Sonra uşaqların dalıyca getdim, uşaqları evə gətirdim. Düzdür, onları çəkmədim, amma yəni hər dəqiqə də çəkmək olmur, düzdür. Çünki tələsik, yəni bütün günü mənim günüm qaça-qaçda olur. Amma videodan bilinir nəyə qatmışam, nə cür eləmişəm. Siz də edin, çox dadlı alınır. İstəsəz resepti belə yazaram. Dəhşət dadlıydı. Hətta uşaqlar da yedilər, çox bəyəndilər. Çok kaklı. Əslində bu stol zaldaydı. Sadəcə kuxna stolumuz xarab oldu. Onu tulladıq. Bunu hələlik временно qoymuşam bura. Amma bura stol alacağıq. Sadəcə biraz vaxtımız olmur ki, gedək normal mağazaları gəzək, tapaq. Ona görə zaldakı stolu hələlik bura qoymuşam. Sadəcə üstünü süfrə almaq istəyirəm. İndi metrə ilə ölçəcəm. Görüm nə qədərdir. Bunun üstünə süfrə alacağım. 1 manatlıq mağazindən alıram, çünki orada ucuz olur. Məsəl üçün bu 1 manat. Yaş salfetka 1 manata. O böyük olduğuna görə 2 metrəlik süfrə aldım. Öyləyim. Siz bunu da çiğnətməliyik. Qəşəng oldu. Söküdə biraz. Spasibo. Kızlar, belə oldu süfrə.
Divarımız belə renkdir. Məncə divardan pis görsənmədi. Belə. Məncə pis deyil. Qəşəngdə əsas bu süfrədir. Nə deyir? O da tam anlamalı güzel yerisi bura. Yaşanıyordu da. Ha. Oradan dedi ki sen yaşanıyor, rast geliyor. Kalandan değildi, oynuyordu da sen. Öyle kaçtım. Və Mədinə məktəbdən qayıtdı, gəldik evə, əynimizi dəyişdik və yollandıq Ağşəhər Moluna, City Parka. Oranı çox sevirəm, çox səs-küy olmur, çox adam olmur orada. Mən çox vaxt ora gedirəm. Ümumiyyətlə çox mağaza gəzməyi sevmirəm. Yəni məndə uşaqlıqdan belədir. Özümə də paltar alanda, uşaqlara da fərq yoxdur. Kosmetika belə alanda, yəni sevmirəm mağaza gəzməyi. Xoşduram kirim 2 dəqiqə alım bir mağazada hər şey çıxım. Yəni uzağı başı orada nəsə olmasa, 1-2 dənə əlavə mağazaya gedə bilərəm. İfso. Heç sevmirəm mağaza. Ümumiyyətlə artıq şeyləri almağı da belə sevmirəm. Yəni məsəl üçün qızlar var, xoşdurlar, neçə cür krem alırlar, neçə cür pomada və s. Mən yox. Bir kremi alıram, o bir krem qurtarır, sonra gedib başqasını alıram. Yəni artıq heç nə alır. O ta da elə bir mənim ürəyimi sıxır. Evdə artıq şeylər olanda o mənə artıqlıq verir, belə ürəyim sıxılır. Tullamaq istəyirəm. Yəni saxlaya bilmirəm. Ona görə hər şeyi bir-bir alıram. Nə bilim, mənim də xəssiyyətim belədir. Məncə belə daha yaxşıdır. Yəni alıb çoxlu yığmaqdansa, eləsi var istifadə eləyir. İstifadə eləyirsə nə xoş ona. Amma yalandan alıb yığmaq kosmetikaları heç sevmirəm. Все, положи на место. Burada artıq baxışlardan biz hiss eləməliydik ki, bizi evdə konsert gözləyir. Çünki evə gedəndən sonra Miray da təzə kurtka istədiyini bildirdi. Böyle sinirden geçeydi. Orada aldık. Papam da orada özüne ne sağlık. Bir de burada Gide bulvara. Gide yürüyünde bulvara. Şimdi de buradayız. Şimdi papamı söyledi sağlık geldi. Hello. Hop. Good. Seni. Yeah. Мишка. İnsan əlindən tərpənməyə yer yoxdur. Ona görə biz çıxdıq. Belə qərara gəldik ki, hardasa oturaq yemək yeyək.
qədər yemişik ki, oturmuşam, amma əlim çatmır ora bağlayım. Partlayıram. Ay. 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 Ужас. Diyeyim. Paltaları atacağım hamısını bura. Birazdan paltaları yuyacağım. Əsas oldu qab qalmadı. Dənə bunu xalacinikə qoyacağım. Pəncərə də mütləq. Bayaq üşüyürdüm deyə bağladım, amma pəncərəni açıq saxlayıram. Və növbəti gündən sizi yenə salamlayıram. Biz yenə mola qaydası olduq. Bu dəfə Mira üçün kurtka seçməyə. Bunu da Alibi mağazasından aldıq. Orada ətirlər endirimdə idi. Səhv etmirəmsə 12-13 manataydı. İyisi də çox qəşəng idi. Qalıcılığı da pis deyil. Oradan çıxanda fikirləşdik ki, bir də gedib bulvara. Çünki axır günlər idi. Artıq orada yarmarka bağlanırdı. Fikirləşdik ki, orada balıq ekmek yeyək. Amma mən bilmirdim, sən demə orada balıq ekmek yox idi ümumiyyətlə. Yenə girdik, oranı boş-boş fırlandıq, çıxdıq. Amma orada belə stollar qoymuşdular. İstəyirdik orada oturaq, belə indi balıq ekmek ürəyimiz istəyirdi. Sadəcə yox idi. Sonra yadımıza düşdü. Getdik İçəri şəhər metrosuna və orada düşəndə İçəri şəhər metrosunun arxasında orada belə balaca bir yer var. Dönər, laxmacun, balıq ekmek, hər şey var orada və çox da dadlı idi. Nasıl balıq ekmek hissi gəlir? Hardan gəlir görürsən? Çox dadlıdır. Bir də dadlıdır. Bakışıyla bak. Neyləsin, üşüyüb də. Ellerine vuruyor. Kızlar, bu da Ha. bak. Görmesene elime, bak lan.